Elm və Təhsil naziri Emin Əmrullayev Qusar şəhərində olub. Nazir Qusar şəhər 4 nömrəli tam orta ümumi təhsil məktəbini ziyarət edib. Burada o məktəbin maddi-texniki bazası, sinif otaqları və yaradılmış tədris şəraiti ilə tanış olub. Nazir dərs prosesini izləyib, şagirdlərin bilik və bacarıqları ilə maraqlanıb, müəllimlərlə fikir mübadiləsi aparıb. Görüş zamanı təhsil müəssisələrində keyfiyyətin artırılması, müasir tədris metodlarının tətbiqi və şagirdlərin daha effektiv öyrənmə mühitinin formalaşdırılması istiqamətində görülən işlər müzakirə olunub. Nazir bildirib ki, regionlarda təhsil infrastrukturunun inkişafı və müəllimlərin peşəkar səviyyəsinin artırılması əsas prioritetlərdəndir. Eyni zamanda məktəbdə həyata keçirilən layihələr, innovativ yanaşmalar və şagirdlərin əldə etdiyi nailiyyətlər barədə məlumat verilib. Təhsil prosesinin daha da təkmilləşdirilməsi üçün mövcud imkanlar və qarşıda duran vəzifələr də diqqət mərkəzində olub.